Prezident İlham Əliyev bir neçə gündür ki, Amerika Birləşmiş Ştatlarında səfərdədir. Amerikalı həmkarı Donald Trump'ın dəvəti ilə. Deməli, Vaşinqtonda olan həm də Ermənistanın baş naziri Nikol Paşinyan da iki lider eyni məqsədlə Vaşinqtondadılar və onlar elə bu səfər çərçivəsində ayaqüstü görüşdülər. Deməli, yayılan sosial şəbəkələrdə paylaşılan görüntülərdə deməli, Azərbaycan və Ermənistan liderlərinin bir ayaqüstü söhbət etdikləri görünür. Bəzi kadrlarda onlara deməli, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin, eləcə də Özbəkistan prezidenti Mirziyoyevin də qatıldığını görə bilirik. Donald Trump da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla deməli, münasibətlərindən danışdı. Biz 32 ildən çox davam edən problemi, müharibəni 24 saat ərzində həll etdik dedi. Hətta bunun bir qismini çox qısa zamanda razılaşdırdıq. Düşünürəm ki, onlar artıq dost olublar. Bilmirəm, bunu deməyə icazəm var ya yox, amma məncə belədir. Əliyev və Paşinyan iki möhtəşəm xarakterli insandır. Bu heç də asan deyildi. Biz oval kabinetdə deməli görüşdük, razılaşmaya doğru irəliləyirdik. Dedim ki, bəylər, biraz da yaxına əyləşə bilərsiniz, amma onlar tərəddüd edirdilər, narahat edilər, zarafat deyil. 32 ildə bir-birinə qarşı döyüşmüşdülər. Bir qədər sonra isə, bir saat sonra isə onlar artıq yanaşı əyləşmişdilər. Onlar iki sərt, prinsipial və eyni zamanda yaxşı insanlardır deyir. Deməli, biz razılaşma əldə etdik, onlar qucaqlaşdılar, sənədləri imzaladılar və biz iki çox mühüm ölkə arasında sülhə nail olduq və bunu heç vaxt unutmayacağım deyir Ağ Ev rəhbəri Donald Trump. Azərbaycan prezidentini, çox sayda həmkarını, dövlət başçıları ilə yanaşı müxtəlif ölkələrin hökumət rəhbərlərini, eləcə də nazirlər səviyyəsində təmsil olunan 40-dan çox ölkə və beynəlxalq təşkilatın nümayəndələrini deməli Birləşmiş Ştatlara paytaxtına toplayan bir səbəb var idi. Sülh Şurasının ilk iclasında iştirak etmək. Şuranın 27 üzvü var əslində, amma əlavə olaraq müşahidəçi qismində qatılanlar da var idi. Müxtəlif çıxışlar oldu. İclasın sonunda Sülh Şurasının qətnaməsi deməli imzalandı. Burada əsas məsələ həm də deməli Trump'ın anonsunu etdiyi kimi ilk iclas çərçivəsində 5 milyard dollar vəsait toplanmalı idi Qəzzada bərpa prosesi üçün və bu qoyulan hədəf keçirildi. 7 milyard pul toplandı. Onlardan deməli bəzi ölkələrin adları çəkilir, bəzilərinin adları çəkilmir, amma Trump'ın daha əvvəldə dediyi kimi Amerika Birləşmiş Ştatları özü 10 milyard dollar vəsait yatıracaq. Belə çıxır ki, ilk iclasda əldə olunan məbləğ 17 milyard dollardır. Donald Trump Sülh Şurası çərçivəsindəki çıxışda İranla bağlı mövzuya toxundu. Təbii ki, danışmaya bilməzdi bu mövzuda. Onların nüvə silahı olmamalıdır. Bu açıq şəkildə bildirilib onlara. Deməli, Utkov və Kuşner İranlılarla yaxşı söhbətlər aparıblar, mənalı bir razılaşma əldə etməliyik, əks halda pis şeylər ola bilər. Pis şeylərin nə vaxt ola biləcəyini də qısa anonsunu verib əslində. Deməli, yaxın 10 gün ərzində razılaşmanın əldə olunub-olunmayacağı bilinəcək. Bəlkə bir addım daha irəli getməli olacaq, bəlkə də yox. Bəlkə bir razılaşma əldə edəcək, təxminən növbəti 10 gün ərzində bunu öyrənə biləcəksiniz, deyir Ağ Evin rəhbəri. Polşa isə vətəndaşlarına İran ərazisini dərhal tərk etməyə çağırıb. Baş nazir Donald Tusk bildirib ki, artıq bir neçə saatdan sonra o dediyi çıxış ötən günün ikinci yarısına aiddir. Artıq bir neçə saatdan sonra Polşa vətəndaşlarının İrandan təxliyəsi üçün imkan olmaya bilər. Bu qədər gəlizdir vəziyyət Donald Tusk'un əldə etdiyi kəşfiyyat məlumatlarına görə. İran rejiminə və ailə lideri yaxın deməli, hesab olunan adı açıqlanmayan siyasi şərhçi isə xarici vətəndaşları Fars körfəzinin bütün ölkələrindən dərhal tərk etməyə çağırır. Nəinki İran ərazisini, bütün körfəz ölkələrindən. Bundan o bölgədə mümkün gərginliyin artacağına eyham vurub, şərhçi bildirib ki, xarici vətəndaşlar təhlükəsizlik baxımından vaxt itirmədən ərazini tərk etməlidirlər. Məlum olduğu kimi Hörmüz boğazında həm İranın özünün donanmasının deməli təlimi, hərbi təlimləri keçirilir. Digər tərəfdən də İran-Rusiya bircə hərbi təlimləri keçirilir. Kremldən, konkret olaraq Dmitri Peskovdan bununla bağlı bir deməli açıqlama gəlib. Rusiya İran ətrafında görünməmiş bir gərginlik qeydə alır. Deməli, Kreml yaxın şərqdəki bütün tərəfləri təmkinli olmağa və diplomatiyadan istifadə etməyə çağırır.
Elə Kreml 4 ildir Ukraynada etmədiyini qoymayan, belə deyək, Kreml indi tərəfləri atəşkəsə səsləyir, diplomatiyadan danışır. Peskov Oman körfəzində keçirilən Rusiya-İran hərbi dəniz təlimləri barədə də danışır. Qeyd edir ki, bu təlimlər Amerikanın iştirak etdiyi gərginliyin artmasından əvvəl planlaşdırılıb. Bir növ mesaj verməyə çalışır ki, biz Amerikanın qarşısına çıxmaq üçün burada deyilik, sizin yaratdığınız gərginlikdən daha əvvəl artıq bizim bu planımız var idi. Müharibə başlayarsa İran Hörmüz boğazını bağlayaraq qlobal iqtisadiyyata deməli güclü təsir edə bilər. Bununla bağlı Bloombergin açıqlaması yer alır. Nəşrin yazdığına görə belə bir addım dünya enerji bazarlarına ciddi zərər vura və beynəlxalq ticarət marşrutlarını iflic vəziyyətə sala bilər. İranla bağlı maraqlı xəbərlərimiz var. Saat 9 buraxılışımızı demək olar ki, bu mövzuyu həsr edəcəyik. Bizlə qalın. Hələlik qısa fasiləyə yollanırıq.